Qurban Qurbanov yenə Nəriman Axundzadəyə güvənmişdi. Hücumçu kimi bir Camilo Duran oynayırdı, amma Nəriman Axundzadə sağ winger kimi meydana çıxmışdı. Düzdür də Araz Naxçıvanla oyunda da meydanda olmuşdu Nəriman Axundzadə, qol da vurmuşdu, amma niyə davamlı olaraq yenə Nərimana güvənir Qurban Qurbanov, düzü mən bunu başa düşmədim. Yəni niyə bu qədər sevgi və qayğı göstərsin? Düzdür, indi buna səbəbi ola bilər ki, Nəriman Axundzadəyə təzyiq çoxdur, hamı onun üzərinə gedir. Futbolçu psixoloji cəhətdən də düşə bilər. Bəlkə bunu düşünərək Qurban Qurbanov onu ehtiyatda oturtmayıb da oynamaq şansı verir. Amma şəxsən mən o fikirdəyəm ki, bax Nəriman təxminən hardasa qeyd elədim 65 dəqiqə meydanda oldu və yenə də sanki o Ajax-la oyunun bir təkrarı idi. Ayağına nə top gəlirdisə itirirdi. Demək olar heç bir hücumu düzəməli davam elətdirə bilmirdi və 65 dəqiqə heç nə haqqında bəhs olunmayacaq bir Nəriman Axundzadə performansını görməkdənsə, bəlkə bir period elə ehtiyatda eləşsin, bəlkə bir period biraz onda əsəbləri yerinə gələrdi, bəlkə biraz psixoloji cəhətdən o da rahat atlayardı bu durumları.